Salam, bugün sizlərdən ədədi həm də silsilət məsələlərə baxacağıq. Elə birbaş keçək birinci suala. Sonsuz azalan həndəsi silsilənin cəmi deyir 2-dir. Siz ümumiyyətlə sonsuz azalan sözünü eşidən kimi yazmalısınızmı? S sonsuz bərabərdir, B1 bölünsün, 1 çıx ki, bircə dənə üstürü var. Və deyir bu cəm 2-dir. Deyir, birinci hədd silsilə vurğundan 10 dəfə böyükdür. Yəni, birinci həddin yerinə 10 dənə Q yazaq. Çünki deyir, Q-dən 10 dəfə böyükdür. Bölünsün 1 çıx Q bərabərdir 2. Məxrəc yoxdursa məxrəcə 1 deyirəm. Kəsir görəmsə çarpaz vurub bərabər edirəm. 10 Q-nü 1-ə vuranda 10 Q, 2-ni 1-ə vuranda 2, 2-ni Q-yə vuranda 2 Q. Bir tərəfə yığıram. 12 dənə Q bərabərdir 2. Q-nü tapanda 2-ni 12-yə bölürəm. Hər tərəfi 2-yə ixtisar edirəm. 1 böl 6. Q oldu 1 böl 6. Bizdən birinci həddi istəyir. Baxın. Birinci hədd B1. Yuxarıda B1-in yerinə görün nə yazdıq? 10 Q. Dedi axı, şərtdə deyir ki, Q-dən 10 dəfə böyükdür. Q-nü də tapmışıq 6-da 1. Onu 6-da 1-ə vursaq, yenə məxrəc yoxdursa məxrəcə 1 deyirəm. 10-la 6-nı 2-yə ixtisar edirəm. Qalır 5 böl 3. Cavab oldu 5 böl 3, B variantı. Yəni, sadəcə bu məsələ heç məsələ deyildi. Adi düstur idi, yerinə qoydu. Üçüncü sual. 13-ə bölünən, sizə demişdim, nəyəsə bölünürsə, həmin ədədin özündən başlayır və eyni qədər artır. 13-ə bölünən ədədlər 13-dən başlayır, 13 dənə artır. Belə. Bütün 2 rəqəmli ədədlərin cəmi. Uşaqlar, elə 13 dənə artıra bilərik. 39-un üstünə 13 gəlirsiniz. 52, üstünə 13 gəlirsiniz. 65. Sayını bilməyəndə ayın düsturundan yaza bilərsiniz. Amma bunu hesablamaq rahatdır deyə tam yazaq özünüz. Neticədə 2 rəqəmli ədəd var. 65-in üstünə 13 gəlirik. 78. Üstünə 13 gəlirik. 91. Artıq üstünə 13 gələndə 100-ü keçir. Cəmi bu qədərdir. Cəmini deyir, hesablayın. Uşaqlar, baxıram ki, neçə dənə artır. Hamısı 13 dənə artır. Sayıram 1, 2, 3, 4, 5, 6, 7 dənə. 7 dənə həddin cəmini 13 dənə artırsa ədədi silsilədir. Necə tapıram? Birinci, üstə gəlinsin, 7-ci, 7-dən olduğunu dəqiq bilin. 7-ci böl 2 vursay. Aha, birinci həddimiz 13-dür, sonuncu həddimiz 91-dir. 2-yə bölüb sayına vuracaq. O da eləyir 104 böl 2 vur 7. O da uşaqlar 52-ni 7-yə vuranda 2 vur 7, 14, 1 yadda, 35, 364. Hesaba bir də özünüzlə fikir verin. Belə. Məsələn, 6-cı kolba məsələsi çox maraqlıdır. Deyir ki, müəyyən bir həcmli kolba, yəni bir həcmi var onun, sonsuz böyüklükdə deyil də, bir həcmli kolbadır deyir. Bir bakteriya salınsa, 1 saniyədən sonra 2 bakteriya parçalanır. Bir dənə baxın, uşaqlar. Birinci halda deyir, bir bakteriya içəri qoysam, 2 dənə yapar, yəni 2 dəfə artacaq. Yeni yaranan bakteriyalar hər saniyədə yenə 2 bakteriya yaradır. Yəni, Q-nün 2 olduğunu anladınız. Nəticədə bütün kolba 128 saniyəyə dolur. Yəni, eni 128-dir. Bildiniz necə? Birinci bu qədər idi. Görək neçə saniyə sonra? 128 saniyə sonra deyir, bakteriyalarla dolur. Uşaqlar, kolba dolur. Görək onda kolba nə qədər tuturmuş? B-eni tapın. B1 vurulsun, Q üstündə N çıx 1. Baxın, yazıram. 128-ci saniyədə birinci halda salınan, 2 dəfə parçalanan bir şey. N'in yerinə 128 qoymuş. 128 çıx 1. Nə oldu? 1 vur, 2 üstündə 127. Deməli, uşaqlar, 128 saniyə ərzində kolbanın içində bu qədər bakteriya olur. Yəni, kolba bu qədər bakteriya tutur. Kolbanın tutumu budur. İndi görək bizə nə deyir? Bəs deyir, əvvəlcədən 8 dənə bakteriya salınsaydı, gəlin birinci həddimizi 8 götürək, deyir, 1 dənə yox, 8 dənə. Yenə bakteriya 2 dəfə artır. Deyir, neçə saniyəyə dolar. Bu dəfə eni bizdən istəyir. Amma B-ni bayaq hesabladıq ki, neçədir? Yəni, tutduğu həcm 2 üstü 127-dir. Baxın, burada tapdıq.
P-nin düsturunu təzədən yazaq. P1 vurulsun 2 üstündə n çıx 1 bərabərdir 2 üstü 127. Kolban həcmi dəyişmir. Birinci həddimiz bu dəfə 8-dir. Qümüz 2-dir. Uşaqlar 8 2-nin kubudur. Böləndə üstlər çıxılır. 2 üstü 127-dən 2 üstü 3'ü çıxanda 2 üstü 124 qalır. Bölürəm axı. 8-ə bölürəmsə 2 üstü 3'ə bölürəm. Böləndə üstlər çıxılır. İndi üstləri bərabər edeyim. N çıx 1 bərabərdir 124. Onda n neçədir? 125. Deməli kolba 125 saniyəyə yenə dolacaq. Bildinizmi? 8 bakteriya qoyulsa 125-ci saniyədə tam dolacaq. Yəni cavab B variantı. 7-ci. Baxın, məsələn, burada say bilinmir. Say bilinməyəndə nə edəcəyik? 7-yə bölünən, yox 4-ə bölünən. 4-ə bölünən ədədlər yenə 4-dən başlayır, 4 dənə 4 dənə artır. Və s. 400-dən böyük olmasın. Deməli, 400-ün özü ola bilər. Yəni, 400-də daxil olmaqla. Deyir, natural ədədlərin cəmini tap. Yenə cəm düsturunu yazıram. Axı, cəm düsturunda uşaqlar, n-ci həddi bilməliyəm. Mən bilmirəm də, hə? Yəni, n-i tapmalıyam. Birinci həddimi bilirəm 4-də, amma n-ci həddimi bilmədiyim üçün, n-ci həddimi bilirəm, daha doğrusu uşaqlar. Sadəcə bu n-i bilmirəm. Baxın, bu n-i bilmirəm. Yəni, yazacağım bura. 4 üstə gəl 400. Birinci hədd 4-dür. Sonuncu hədd 400-dür. Bölü 2 vur say. Sayı bilməyəndə demişəm, say düsturu nədir? AN-in düsturu. Ümumiyyətlə, say soruşanda AN yazmalısınız. N'inci həddimiz 400-dür. Birinci həddimiz 4-dür. N-i bizdən istəyir. Neçə dənədən artır? 4 dənə, 4 dənə. D-miz 4-dür. İndi hesablayaq. 4 dənə N çıx 1. 400-dən 4-ü çıxanda 396. 396-nı 4-ə böləndə 99. N-i tapdım 100. Deməli, uşaqlar, burada 100 dənə hədd var imiş. Burada rahat görünə bilər, amma həmişə say düsturunu bu yolla tapırsınız. 100 dənə. Yəni, vururam 100-ə. N-sı 100-dür. 404-ü 2-yə böləndə eləyir 202. 202-ni 100-ə vuranda yanına 2 dənə 0 atırsınız. Belə, diqqətli olun. Baxaq 15-ci sual, maraqlı sualdır. Bu tip suallar düşür. Ardıcıl həddlər görəndə mütləq orada nə var? Xassə. Siz də bilirsiniz ki, uşaqlar, ədədi silsilənin xassəsi ədədi ortadır. Yəni, toplayıb 2-yə bölürəm. Həndəsi silsilənin xassəsi həndəsi ortadır. Yəni, nə? Vurub kök alıram. Cəmi 2 dənə xassəmiz var, öyrənin. Ardıcıl sözünü görəndə 2 dənə xassəmiz var. Ədədi silsilədə ədədi ortadır, həndəsi silsilədə həndəsi ortadır. Deyir ki, 3 dənə müsbət ədədin cəmi 18-ə bərabərdir ədədi silsilədə. Elə biz yazaq uşaqlar, ilk 3 hədd yazaq. Demir ki, ilk 3 hədd deyir. Deyir, ilk 3-ünün cəmi, yəni ardıcıl 3-ünün cəmi 18-dir. Biz demişdik, ədədi silsilədə onda nədir bunlar? 3 dənə ortadakı. 3 dənə ortadakı 18-dirsə, onda ortadakı həddimiz neçədir? 6-dır. Ədədi silsilədə uşaqlar eyni qədər artır. Ortadakı 6-dırsa, sonraki D qədər artıb, əvvəlki D qədər azalacaq. D silsilə fərqi də bilirsiniz. Məsələn, bu eyni qədər artır, bu da eyni qədər azalır da. Ədədi silsilə belə olur. 3 dənə həddimizi tapdıq. Bu qırmızı ilə yazdıqlarımdır. Deyir, bu ədədlərə uyğun olaraq 1. Bunun üstünə 1 gəlsəm, uşaqlar 7 çıxdı eləyəcək. 4. Bunun üstünə 4 gəlsəm 10 eləyəcək. Bunun üstünə deyir 12 əlavə eləsək, 12 əlavə eləsəm 18 üstə gəl də eləyəcək. Deyir, alınanlar bu dəfə həndəsi silsilə təşkil edir. Biz də həndəsi silsilədə bilirdik ki, nədir? Ortadakı həndəsi ortadır. Yəni, ortadakı bərabərdir. Kənardakilərin hasilindən kök alıram. Sol tərəfi kvadrata qaldıranda sağı da kvadrata qaldıram. Ümumiyyətlə, kök gördümsə kvadrata qaldırmalıyam. Kök ilə kvadrat itir. 100 bərabərdir. 7 vur 18. 126 üstə gəl 7 dənədir. Çıx 18 dənədir. Çıx D-nin kvadratı. Yəni, sərgəli şəkildə bir tərəfə yığaq baxaq. Mənfi D-nin kvadratı. Çıx 7-dən 18 çıxanda uşaqlar 11. 126-dan da 100-ü çıxanda 26. Mənfiyə vura bilərik. Siz həmişə demişəm ki, mənfi ilə başlamayın.
Baxanda görünür. Sizcə hansı ədəddir ki, vuranda -11 eləsin V-yə görə, vuranda -26 eləsin, toplayanda -11 eləsin? Uşaqlar, 13 ilə 2-dir, amma -11 eləməsi üçün -13 ilə 2 deyəcəm. İndi bir dənə suala baxaq. Biraz da kiçildim. Aha, deyir ki, hədləri müsbət olan. Sizcə müsbətdirsə 13-dən azaddır. Bax uşaqlar, D-ni bir dəfə -3 tapdım, bir dəfə 2 tapdım. Axı -13-ü bura qoysam mənfi eləyəcək. Bizə deyir, bax hədlər necə olsun? Müsbət olsun. Ona görə müsbəti götürürəm. D-nin yerinə 2 götürəcəm. Deyir, əvvəlki 3 hədd. D-nin yerinə 2 qoyub əvvəlki 3 həddi tapıram. 6 çıx 2. D-nin yerinə 2 qoyun uşaqlar. 4. 6 üstə gəl 2, 8. Deməli, ədədlərimiz 4, 6, 8 imiş. Bunların hasilini istəyir. 4 vur 6, 24. 24-ü 8-ə vuranda 32, 3 yadda. 192. Hesablamaya bir də baxın, diqqətli olun. Bildinizmi, əvvəlki 3 həddin, yəni 6 çıx D, 6, 6 üstə gəl D-nin hasilini istəyir. Sonra 29. Bu da maraqlı sualdır. Bildiniz də ədədi silsilə D qədər artır. İndi görə bəs həndəsi silsilə deyəndə nə edəcəyik? 29. 29. Bu dəfə deyir, həndəsi silsilə təşkil edir. Uşaqlar, həndəsi silsilə neçə dəfə artır? 2 dəfə. Birinci həddə x deyəcəm. İkinci həddə x vur 2 deyəcəm. Üçüncü həddə x vur 2-nin kvadratı deyəcəm. Baxın, 2 dəfə artırandır. Bu dəfə 2-nin kvadratı olur. Deyir, bunlar həndəsi silsilə əmələ gətirir. Amma deyir ki, 3x, 2y, z olanda ədədi silsilə əmələ gətirir. İndi bunları 3-ə vuraq. 3x. Bunu 2-yə vuraq, 2y. Bu da deyir, özü olsaydı, ədədi silsilə təşkil edərdi. Biz də bilirdik ki, ədədi silsilənin bir dənə xassəsi var da, nədir? Ədədi orta. Şu ədədi orta yazacağım. Yazıram ki, ortadakı bərabərdir. Kənardakilərin cəmi bölünsün 2. Çünki cəm bölsaydı da, kənardakilərin ədədi ortasıdır. Aha. Uşaqlar, elə istəyirsiniz çarpaz vuraq sonra. Məxrəc yoxdursa məxrəcə 1 yazıram. Çarpaz vurub bərabər edirəm uşaqlar. Bəzən bərabər unudursunuz. Bərabərdir 3x üstə gəl x küp. Hər tərəfi nəyə bölürəm? X-ə. Alınır 4 küp bərabərdir 3 üstə gəl 2-nün kvadratı. Səliqəli yazsaq 2 kvadrat çıx 4 küp üstə gəl 3. İndi fikirləşsək V-yə görə. Nəyi nəyə vuranda 3 eləyər, toplayanda 4 eləyər, 3-dən 1-i. Həndəsi silsilənin deyir, vahiddən fərqli vuruğunu tapın. Yəni deyir, biri 1-dir, o silsilələrdən deyir, biri 1-dir. Həqiqətən baxın, birini 1 tapmışıq. Deyir, bu olmasın, fərqli olsun. 1-dən fərqlidirsə neçədir? 3-dür. 2-nü tapdıq, 3. Diqqətli olun, bir də hesablamaya özünüzdə baxın. Rahat idi. Baxaq 43-cü sual. Sizə qeyri-adi gəlir, amma qeyri-adi deyil. Deyir, bunların cəmi. Mən uzaqdan baxıram uşaqlar. Görün bu nədir? Həndəsi silsilədir. Baxın, 2-də 1, -4-də 1, 8-də 1, -16-da 1. 2-də 1-ə vurulduğunu görürəm, amma diqqətlə baxsam uşaqlar nəyə vurulub? -2-də 1-ə. Baxın. Hamısı nəyə? 2-də 1-ə vurulsa 4-də 1 eləyərdi, amma mənfidir. Bildiniz, küsü yəni neçədir? -2-də 1-dir. Ümumi ifadənin küsü. İndi bəs, amma biz uşaqlar sonsuz deyil də, baxın, sonuncu həddi verilib. Sonsuz deyilsə, mən bunun cəm düsturunu hesablamaq üçün sayı bilməliyəm. Düzdür? Yəni o sayı bilməliyəm ki, görün bu neçədir ki, B1 bölünsün 1 çıx 2, 1 çıx 2 üstündə həmin o sayı yazın. Bildiniz? Mən bu sayı tapmaq üçün necəsə tapmalıyım. Gəlin baxaq. Məxrəcə baxıram. 2, 4, 8, 16, 256. Buradan sayı tapa bilərəm. Yazacağım say düsturunu tapmaq üçün. B-nin düsturunu yazıram. İstəyirsiniz soldan yazın. Sağdan yazıram uşaqlar. Yenə say düsturunu bu dəfə də hesablamaq üçün B-nin düsturunu yazıram. Ədədi silsilədə də A-nin düsturunu yazıram. Uşaqlar, sonuncu həddimiz 256-dır. Birinci həddimiz 2-dir. Məxrəcə uyğun sayı tapacaq. Onsuz sürətdəkilər 1-dir də, çox da önəmi yoxdur. Məxrəc neçə dəfə artır? 2 dəfə. 2-nün yerinə 2 yazıram. Burada n çıx 1. Aha.
256-nı 2-yə böləndə eləyir 128, bərabərdir 2 üstündə n sıx 1. 128 görün 2 üstü neçədir? 32, 64, 102 üstü 7. N sıx 1 7-dirsə n neçədir? 8. Demək uşaqlar, burada 8 dənə hədd var. Onda biz nəyə tapacağıq? S8-i tapacağıq. S8 bərabərdir B1. Birinci həddimiz uşaqlar kəsrin qiymətini tapıram. Baxın, məxrəcə yox. Çünki mənə baxın, kəsirlərin cəmini verib ki, nəyə bərabərdir? 256-da x sıx 1. Yəni ona görə mən məcburam ki, kəsirin qiymətini hesablayım. Kəsirin birinci həddi 2-də 1. Yazıram bura 2-də 1. Diqqətli olun, hesablamaz sizə qəribə görünə bilər, amma rahatdır. 1 çıxılsın. Künü bayaq yuxarıda yazdıq, mənfi 2-də 1. N-i indi tapdıq ki, 8-dir. Bölünsün 1 çıx 2. 2-də mənfi 2-də 1-dir. Baxaq. 2-də 1 vurulsun. Uşaqlar, cüt dərəcə mənfini udur. 1 çıx 2 üstündə 8 uşaqlar. 256. 1 üstü 8 onsuz 1-dir. Çıx üstə gəl eləyir. 1-in üstünə 2-də 1 gələndə, yəni 2-də 2-nin üstünə 2-də 1 gələndə eləyir 2-də 3. 2-lər ixtisar gedir. Qalır nə? Görək nə qaldı? Sürətdə 1, məxrəcdə 3. İstəyirsiniz burada yazım. Sürətdə 1, məxrəcdə 3. 256-dan 256-da 256-dan 256-da 1 çıxanda 256-da 255 qalır. Bizə amma görün nə verib? Bizə verib ki, cavabı, baxın uşaqlar, sağ tərəfdə bizə cavabı verib. Bizə verib ki, x çıx 1 bölünsün 256. Onu gəlin həll eləyək də. Bərabərin hər tərəfindən, bildiniz uşaqlar, bunu özümüz həll elədik. Bunu da orada verib. Bərabərin hər tərəfindən 256-lar ixtisar gedir. Qalır 255 böl 3. 25-i 3-ə böləndə 8, 15-i 3-ə böləndə 5, 85. Burada da qalır x çıx 1. Nədən 1 çıxanda 85 eləyir? 86-dan. Deməli, x-imizin 86 qiymətində. Tənliyi həll edin demək, x-i tapın deməkdir və ya kökü tapın deməkdir. Yəni, biz də kökü tapdıq ki, 86-ymış. Diqqətli olsanız, sadə sualdır. Gəlin baxaq, 54. Çox maraqlı sualdır 54. Aha, ədədi silsilənin ilk 10 həddindən tək yerdə duran ədədlərin cəmi 25-dir. İlk 10 hədd A1-dən A10-a qədər. Hamı anlayır bunu. Deyir, bunlardan tək yerdə duranlar hansıdır? 1-ci, 3-cü, 5-ci, 7-ci, 9-cu. Deyir, tək yerdə duran rəqəmlərin cəmi 25-dir. Cüt yerdə duran 2-ci, 4-cü, 6-cı, 8-ci, 10-cu. Cütdür də görürsünüz. Cüt yerdə duranlarınki amma deyir ki, 40-dır. Və deyir, silsilənin birinci həddini tapın A1-i. Tapın, həmişə diqqətli olun. Ədədi deyirsə A1. Hə, düşünək. Uşaqlar, ümumiyyətlə bəzi qaydaları deyəcəm. Çünki sual həmişə belə düşünür ki, sualın tipini bilənə bilir. Ümumiyyətlə, cüt sayda olanda, baxın deyirəm, cüt sayda həddi olan silsilənin yarısı tək olur, yarısı cüt olur. Məsələn, 40 dənə həddi varsa, uşaqlar, onun 20-si təkdir, 20-si cütdür. Bildinizmi? Məsələn, bura baxın, 10 dənə həddi var idisə, gördünüz, 5-i təkdir, 5-i cütdür. Yəni, bu həmişə belə olur. Yarısı tək olur. Bildiniz? Baxın, yarısı tək olur, yarısı cüt olur. İkinci qaydanı demək istəyirəm. Bunu bildinizmi? Yarısı tək, yarısı cüt. İkinci qayda odur ki, cütlər həmişə çox olur. Cütlərin cəmi həmişə çox olur. Yəni, təbii ki, artan ədədi silsilədirsə, axı baxın, uşaqlar, ikinci, birincidən sonra gəlir. Həmişə cütlər sonra gəldiyi üçün cütlər böyük olur. İkinci qaydanı bildinizmi? Cüt böyük olur. İndi nə qədər böyük olduğunu deyəcəm, uşaqlar. Bu məsələn, 5 dənə cüt varsa, 5 dənə D qədər böyükdür. Bildinizmi? Neçə dənə cüt varsa, həmin D qədər böyükdür. Məsələn, ifadənin uşaqlar 40 dənə həddi varsa, 20-si tək, 20-si cütdür axı, hə? Deməli, cütlər 20 D qədər böyükdür. Axı, hərəsi D qədər böyükdür. 20 dənədir deyə 20 D qədər böyükdür. Aydındırmı? İndi gəlin bura baxaq. Görək neçə dənə cütümüz var. 5 dənə cüt ədədimiz var. Hərəsi də D qədər böyükdür. Yazıram 5D. 5 dənədir deyə 5D. 25 idi, olub 40. Nə qədər böyükdür? 15.
Uşaqlar baxın, cütlər təklərdən 15 qədər böyükdür. Biz də demişik ki, neçə dənə cüt varsa həmin D qədər. 5 dənə D 15-dirsə D neçədir? 3-dür. D-ni tapdıq ki 3. Belə bir qaydamız varmı? İstənilən birindən gedə bilərik. Yuxarıdakindən getmək istədim. 5 dənədirsə 5 dənə ortadakilə bərabərdir. 5 vurulsun A5 bərabərdir 25. A5-i tapdım ki 25-i 5-ə böldüm 5. A5'imiz var, D'miz var. A1'i tapmağa nə var ki? A5'in düsturunu açıram. A5'in cavabı 5'dir. A1'i bizdən istəyir. 4 dənə 3, 5'dir. Nəyin üstünə 12 gələndə 5 eləyir? Mənfi 7'nin. Deməli, birinci həddimiz neçəymiş? Mənfi 7. Diqqətli olun uşaqlar. Ümumiyyətlə, tək cüt yer söhbətini çox dərin bilin. Baba, bu xırdalığı bilin. Çünki indi 56'ını göstərəcəm. Daha yaxşı anlayacaqsınız. Silinmi. Deyir, cüt sayda həddi olan sonsuz ədədi silsilənin cüt saydadır uşaqlar. Götürüm də 2-in, hə? Bax, yazıram. Ədədi silsilə 2-in saydadır. Biz də bildik ki, bunun onda eni təkdir, eni cütdür. Yarısı tək, yarısı cüt. Və cütlər də n dənədirsə, n dənə d qədər böyük olacaq. Bax, yazıram. N dənə d qədər böyük olacaq. 5 dənə olsaydı 5 dənədir. 7 dənə olsaydı 7 dənədir. İndi deyir ki, cütlərin hədlərinin cəmi təklərin hədlərinin cəmindən 195 vahid böyükdür. Bizə dedik ki, n dənə d qədər böyükdür. O da bərabərdir 195. Deyir, silsilənin fərqi 13-dür. D-ni 13 verib yazıram. N vur 13 bərabərdir 195. N-i tapanda 195-i 13-ə bölürəm. 19-u 13-ə bölürəm 1. 65-i 13-ə bölürəm 5. 15. Deməli, 15 dənə cüt həddi var imiş. Onda 15 dənə də tək həddi var imiş. Cəmi neçə dənə həddi var imiş? 30 dənə. Bizə də deyir ki, hədlərinin sayını tapın 30 dənə. Bu ND düsturunu əzbər bilməlisiniz. Sonra 57 ilə 59-a da baxaq. Məsələdir, işləmək bacarın. Yeni üçün hazırlanmış şam ağaclarının budaqları mərtəbələr şəklində düzülmüşdür və bu mərtəbələr aşağıya doğru, yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnmişdir. Yuxarıdan aşağıya doğru mərtəbələnmişdir. Mərtəbələrdə budaqların sayı ardıcıllıq ədədi silsilə əmələ gətirir. Ona görə uşaqlar yazıram A1, özü deyir axı yuxarıdan aşağı 1-dən 9-a, A1, A2, A3, A4, A5. İmtahanda uşaqlar məsələdə mütləq də olsa, yəni mütləq şəkildə cızmaqara da olsa qrafik çəkilməlidir. Baxın, qrafik çəkirəm. A6, yəni məsələ oxudun, son qrafik olmalıdır. A7, A8, A9. Nəsə hazırlamalısınız. Belə. Deyir, 2-ci və 8-ci budaqların saylarının cəmi yazıram. A2 üstə gəl A8. Deyir, 18-dir. Cəmi 18-dir. 9-cu və 5-ci, yəni A9 ilə A5. Budaqlarının fərqi, bax, saylarının fərqi, diqqətli olun, 8-dir. Bunların da saylarının fərqi 8-dir. Ən alt mərtəbədəki budaqların sayını tapın. Bax, siz bilməlisiniz ki, ən alt A1 deyil, A9-dur. Axı deyir, yuxarıdan aşağıya düzülüb. Şəkli çəkməliydiniz. Bizdən də A9-u istəyir, tapaq da. Çox rahatdır, şifaydır hətta. 8 ilə 2-nin indekslər cəmi neçədir? 10. 10-u nə üstə gəl, nə yazaram? A5 üstə gəl, A5. Oldu mu 2 dənə A5? 2 dənə A5 18-dirsə, A5-in biri neçədir? 9. Şu A5-in yerinə gətirib 9 qoyacam. Yazıram A9 çıxılsın 9 bərabərdir 8. A9 bərabərdir 8-in üstünə 9 gələm 17. Yəni 9-cu budağında 9-cu hissəsində 17 dənə budaq var imiş. Diqqətli olun. Yəni bildinizmi, əvəz etməni bacarmalıydınız. Bir də sonuncunun A9 olmağını bilməliydiniz. Sonra 59. Bu da rahatdır. Mütləq cızmaqara eləyin uşaqlar. Deyir, stəkan su ilə doludur. Hər addımda stəkanın yarısı boşaldılır. Yarısı boşaldılırsa 2 dəfə azalır da. Yəni küsü 2-də 1-dir. 12-ci addımın sonunda qalan suyun miqdarı, yəni B12. Axı 2 dəfə azalırsa B-dir. 7-ci addımın sonunda qalandan neçə dəfə azdır? Böləcəm. Yəni bölüm görüm nə deyil. Yəni B12-ni deyir B7-yə böl. Biz də nə demişik? Böyüyü kiçiklə həmişə əvəz eləyin. 12-ni 7 ilə əvəz eləyəndə
B7 vur 2 üstü 5 böl B7. Qalır 2-də 1 üstündə 5. 1-in üstündə 5 onsuz 1-dir. 2-nin üstündə 5 də 32-dir. Sizə demişəm ki, uşaqlar, cavabı 1-dən kiçik tapırsınızsa, bu azalır deməkdir. 32-də 1 nə deməkdir? 32 dəfə azalır. 32 dəfə azdır. Deyir, neçə dəfə azdır? 32 dəfə. Məsələn, uşaqlar, baxın, cavabı 7-də 1 tapsaydım, 7 dəfə azdır demək idi. Çaşmayın. Yəni, amma cavabı 3 tapsaydım, 3 dəfə çoxdur deməkdir. Bildinizmi? 1-dən böyük olanda çoxdur olur, 1-dən kiçik olanda azdır olur. Yəni, azalan həndəsəsiz olur. Bu qədər uğurlar, diqqətli olun. Əsas xassələri bilin, indeksləri bilin. Uğurlar.